Bismillahirrahmanirrahim. Fəzilət əhli kimlərdir? Və bəs biz necə edək ki, biz də fəzilət əhlindən olmuş olaq? Bu məsələyə aydınlıq gətirməkdən ötürü İmam Səccad əleyhissalamın bir hədisini diqqətinizə çatdırıram. İmam Səccad əleyhissalam buyurur ki, Allah Taala qiyamət günündə keçmişdə yaşayanları və gələcəkdə yaşayanları hamılıqla toplayacaq və nida edən fəryad edərək buyuracaq: hardadır fəzilət əhli olan insanlar? Toplumun arasından bir dəstə ayağa qalxaraq biz fəzilət əhliyik deyəcəklər. Onlara sual olunacaq: sizin fəzilət sahibi olmaqlığınızın səbəbi nədir? Nələr, hansı əməllər sizi fəzilət əhlindən qərar vermiş olur? Onlar sualın cavabında buyuracaqlar: bizə qarşı sileyim-i rəhmi tərk edənə biz sileyim rəhm göstərərdik. Yəni, bizə qarşı münasibətdə soyuq olan insanlara, bizi ilə rabitəni, əlaqəni kəsən insanlarla biz rabitəni bərpa edərdik. Onlarla ünsiyyətdə olardıq, onların durumu ilə, həyat rifahının yaxşılaşdırması ilə maraqlanardıq, diqqət və qayğıda saxlayardıq. Digər bir məsələ isə bizdən bir şey əsirgəyənə bizlər bəxşiş edərdik. Baxmayaraq bizə lazım olan bir şey onlardan istədiyimiz anda onlar onu əsirgəyərdilər. Amma buna rəğmən biz onların atdığı bu addım müqabilində biz onlara bu cür cavab verməzdik. Əksinə, yaxşılıqla onlara bəxşişlər edərdik. Əlimizdə olanı onlarla imkan daxilində paylaşardıq. Digər bir məsələ isə bizim barəmizdə pis fikirdə, pis düşüncədə və ya bizə qarşı olan zülm edənləri bağışlayardıq Allahın razılığını qazanmaqdan ötürü. Bəli, əzizlər, bəzən dünyada yaşadığımız müddət ərzində müəyyən əməllər bizim cənnətə getməyimizin və ya Allahın razılığını qazanmağının məhrum etmiş ola bilər. Bunun üçün də dünyada yaşadığımız müddət ərzində bu əməllərdən qafil olmayaq və həmən əməllərini yerinə yetirməklə həm Allahın razılığını əldə etmiş olaq, həm də cənnət əhlindən olmuş olacaq inşallah. Allah bizləri Allahın razılığını qazanan bəndələrdən qərar vermiş olsun inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkət.